İndi isə adi kəsirin onluq kəsirə çevrilməsi ilə bağlı məsələlərə fikir verək, diqqət yetirək. Adi kəsir onluq kəsirə necə çeviririk? Birinci, ilk növbədə bunu budağa bölmə vasitəsilə eləyə bilərik. Misal üçün 3/4. Bunu necə onluq kəsirə çevirə bilərik? Onluq kəsir ilk növbədə nədir? Məxrəcləri 10, 100, 1000. Bax bu olan kəsirlər ki var, bunlara onluq kəsirlər deyirlər. Məsələn, 10-da 4 necə yazılır? Bax belə yazılır. 0,4. Bax belə. Məsələn, 100-də 4. Bu necə yazılır? 0,4. Məsələn, 1000-də 173. Bu necə yazılır? 0,173. Yadda saxlayın ki, bax məsələn, burada 1-dən sonra 1-0 yoxdurmu? 1-0 olduğuna görə vergüldən sonra da 1 ədəd olmalıdır. Məsələn, burada 2-0 var. Vergüldən sonra mütləq 2 ədəd olmalıdır. Görürsən, 4 təkdir. Mən bunun qarşısına 1-0 attım ki, 2 ədəd eləyim bunu. Məsələn, bax, burada 3-0 var. Deməli, vergüldən sonra 3 ədəd olmalıdır, tamamladılar. İndi gəlin, məsələn, beləsinə baxaq. 1000-də 97. Bax, görürsünüz, vergüldən sonra 3 ədəd olmalı. Amma burada 2 dənədir. Deməli, sən nə etməlisən? Bir dənə özündən əlavə ora 0 yazmalısan. Baxın, indi onluq kəsir anlayışı budur, yəni. Yoldaşlar, məsələn, bu 3/4 yazıb burada. Bunu necə çevirək biz onluq kəsirə? Tutaq ki, 3-ü 4-ə bölmək lazımdır budaqlı bölmə vasitəsilə. 3-ü 4-ə bölən zaman gəlin ilk növbədə baxaq. 3-ün içində 4 varmı? Yoxdur. Onda 0 tam qoyuruq, vergül atırıq. 3-ün yanına 0 atırıq, olur 30. İndi burada 30-u 4-ə bölürük. 30-un içində neçə 4 var? 7 4. Oldu 28. Çıxdıq 2 qaldı. 2-ni 4-ə bölmək olmur. 20-ni 4-ə bölürük. O da eləyir 5. 5 4-ün 20 eləyir. Qalıqdan yekunlaşdı. Cavab oldu 0,75. Məsələn, gəlin başqa bir nümunəyə baxaq. Tutaq ki, 8/5. Bunu necə edirik? 8-i bu kənarda 5-ə bölürük. 8-in içində neçə 5 var? 1 5 var. Çıxdıq 8-dən 5-ə 3 qaldı. 3-ün içində 5 olmadığına görə dərhal vergül atırıq. Yanına 0 atıb 3-ün 30 edirik. 30-u da 5-ə böləndə 6 eləyir. 6 5-in 30, 30-dan da 30 çıxanda 0 qalır. Cavabımız oldu 1,6. İndi, məsələn, biz ola bilər ki, onluq kəsirlərlə bağlı müxtəlif əməllərə rast gələ bilərik. Tutaq ki, misal üçün, vurma əməlləri 10-a, 100-ə, 1000-ə vurmaq. Məsələn, 0,3-ü deyir, vur 10-a. Mən onun arxasında 1-0 olduğuna görə vergülü bir addım sağa hərəkət etdirib 3 eləyəcəm. Məsələn, 0,75 deyir, vur 10-a. Mən bunu 10-a vuranda 1-0 olduğuna görə avtomatik bir addım sağa hərəkət edəcəm, 7,5 yazacağım. Yəni 0,0023 deyir, bunu vur 100-ə misal üçün. 100-ə vuranda 2-0 var deyə arxasında 2 addım hərəkət edib gətirib burada dayandıracağam. 0,23 eləmiş olacağam. Bax, yadda saxlayın ki, vurmada sağa hərəkət edirik, amma bölmə olsa sola hərəkət edəcək. Məsələn, deyək ki, 5,6-nı böl 100-ə. Bax, indi mən bunu 100-ə böləndə 2 addım sola hərəkət eləməlidir. Bir addım gəlir. Bir addım da getməlidir. Həmin o bir addımın yerinə 0 yazsam, bu belə olur. 0,056. Sonra onların toplanması çıxılmasıdır. Məsələn, deyək ki, 0,3-ün üstə gəl 1,75-ə. Gəlir 1,75, üzərinə gəl 0,3. Fikir verin, mən bunu necə topladım? Tamlar alt-alta olmalıdır. Yəni 0-la 1-i alt-alta qoydum. Qalanlardakı vergüllər də alt-alta olmalıdır. Sonra boş yer qalanda boş yerlərin yerinə 0 yazsınız. Məsələn, burada boş yerdə yerinə 0 yazdım. 5 ilə 0 topladım 5. 7 ilə 3-ü topladım 10 elədi 1 yadda. 1 ilə 0 topladım 1. O 1 də gəldi oldu 2,5. Baxın, belə bir hissələri izah etmiş oldum. İndi isə növbəti slaydda biz sonlu və sonsuz dövrü onluq kəsirlər barəsində danışacağıq. Əvvəlki slaydda biz adi kəsirin onluq kəsirə çevrilməsindən danışırdıq. Orada qeyd etdik ki, 3-ü 4-ə böldük və biz 3-ün içində 4 yoxdur deyə 0 tam qoyuruq. 30-un içində 4 atlardıq. 7 dənə 4 var. 28 edir. 30-dan da 28 çıxanda 2 qalır. 2-nin içində 4 yoxdur. 20-nin içində 4 axtarırıq. O da 5 4-ün 20. Yekunda 0 qaldı. Gördünüz ki, biz gəldik bu 0-da dayandıqsa, deməli bu sonlu onluq kəsirdir. 100%. Və sonsuz dövr onluq kəsir nədir? Misal üçün, belə bir nümunəyə baxaq. 1 bölünsün 6. 1-in içində neçə 6 var? 0 tam. Onun içində 1 6 var. Çıxdıq buradan 6-nı. 4 qaldı. 4-ün içində neçə 6 var? 6 6 var. 36 eləyir. Yəni 40-dan çıxırıq 36-nı. Yerdə qalır yenə 4. 4-ün içində 6 yoxdur. Yenə 0 atırıq. 40-ın içində neçə 6 var? 6 dənə 6 var. 36 elədi. Yenə çıxdıq 4 qaldı. Və yenə 0 atsaq 6 6-nın 36. Fikir verin. Artıq bu bir dövr halına, period halına gəldi. Təkrarlanır. Təkrarlanırsa deməli bu sonsuz dövr onluq kəsirdir. Kəsiri bölmədən
onluq kəsirə çevrilmədən necə biləcəyik ki, bu sonlu ya sonsuz dövrü onluq kəsirdir? Belə bir şərt var. Deyir, əgər kəsirin məxrəcinin vurğulara ayrılışında yalnız 2 və 5 ədədləri iştirak edirsə, onda bu sonludur. 2 və 5-dən kənar bir ədəd varsa, o sonsuz dövrü onluq kəsirdir. Yəni biz onun sonlu onluq kəsir şəklində göstərə bilmərik. Gəlin belə bir nümunəyə baxaq. Yəni təbii ki, ixtisardan sonra məsələn 18-də 5 nümunəsi ilə 40-da 17 nümunəsini gəlin müzakirə edək. 18-in vurğulara ayrılışına baxaq. 18-i əvvəlcə 2-yə bölürük 9, 3-ə bölürük 3, 3-ü 3-ə bölürük 1. Görürsünüz, məxrəcin vurğulara ayrılışında 2 və 3 var. 2 problem deyil, 3 olmaz. 3 varsa biz onu sonlu onluq kəsir şəklində göstərə bilmirik. Göstərmək olmur. Amma 40-da 17-yə baxaq indi. 40-ın vurğulara ayrılışına baxaq. 2-yə bölürəm 20, 2-yə bölürəm 10, 2-yə bölürəm 5, 5-i də 5-ə bölürəm 1. Görürsünüz, vurğulara ayrılışda yalnız 2 və 5 ədədləri iştirak edir. Deməli, bunu sonlu onluq kəsir şəklində göstərə bilirik. Əgər vurğulara ayrılışda 2 və 5-dən kənar bir ədəd varsa, bu sonlu onluq kəsir ola bilməz. Amma 2 və 5 isə bu deməli sonlu onluq kəsirdir. Söhbət məxrəcin vurğulara ayrılışından gedir. Keçək növbəti slayda. Növbəti slayda deyir ki, bunlardan hansını sonlu onluq kəsir şəklində göstərə bilərik? Məsələn, 8-in vurğulara ayrılışında yalnız 2-lər iştirak edir. Ayrım baxın. 40-ın vurğulara ayrılışında yalnız 2 və 5-lərdir. 50-də də həmçinin 2 və 5-lərdir. Amma 12-nin vurğulara ayrılışında 3 var. Bunu göstərə bilməzsiniz. Yerdə qalan digər 3 kəsiri sonlu onluq kəsir şəklində göstərmək mümkündür. İndi isə bəzən olur ki, dövrü onluq kəsirləri adi kəsirə çevrilmək lazım gəlir. Məsələn, yadda saxlayın uşaqlar. Təkrarlanan hissə ki var. Tutaq ki, məsələn, gəlin belə bir nümunəyə baxaq. 1 bölünsün 3. Burada 1-in içində neçə 3 var bilmirik, 0 tam. Onun içində neçə 3 var? 3 üçün 9. Çıxdıq ondan 9-u 1 qaldı. 1-in içində neçə 3 var? Onu da olmadığına görə 0 atırıq, onu bölürük 3-ə, 3 üçün 9. Görürsünüz, təkrarlanma gedir. Burada təkrarlanan ədəd hansı ədəddir? 3 ədədidir. Deməli, 3 burada mötərizədə yazılmalıdır. 0 tam, təkrarlanan ədəd 3 olduğuna görə biz bunu mötərizədə yazmalıyıq. Məsələn, ola bilər ki, belə ola bilər. 0, 72, sonra 5, 8, 8, 8, bax bu formada gələ bilər. Görürsünüz, burada 72 təkrarlanmır, çünki başqa 72 yoxdur orada. Amma 8 təkrarlana gelir. 8-i biz mötərizə yazmalıyıq, bax bu formada. İndi gəlin nümunələrə baxaq. Məsələn, 0 tam dövrdə 5. Yadda saxlayın ki, sonsuz dövr onluq kəsirlər 2 cür olurlar. Biri olur saf, biri də olur qarışıq dövr onluq kəsirlər. Məsələn, safla qarışığı necə fərqləndirə bilərik? Vergüldən dərhal sonra təkrarlanma varsa, bu safdır. Məsələn, baxın, vergüldən dərhal sonra burada 3-lər başlayıb təkrarlanmağa. Bu saf dövr onluq kəsirdir. Yəni, dərhal sonra təkrarlanma var. Amma bu isə qarışıq dövr onluq kəsirdir. Niyə? Çünki vergüldən sonra müəyyən bir ədədlər gəlir, sonra təkrarlanma başlayır. Məsələn, 72 gəlib, sonra 8 başlayıb təkrarlanmağa. Deməli, bu qarışıqdır. Ona görə bunları fərqləndirmək lazımdır ki, saf dövr onluq kəsir hansıdır, qarışıq dövr onluq kəsir hansıdır. Məsələn, 0-dan dövrdə 8. Bu safdır. Saf dövr onluq kəsirdə də fərq yoxdur. Təkrarlanan ədəd neçə dənədirsə, onun sayı qədər məxrəcə 9 yazılır. Məsələn, bir dənə təkrarlanan ədəd var, bir dənə 9 yazsın. Təkrarlanan ədəddə surətə yazsın, oldu 9-da 8. Məsələn, fikir verin, burada 0-dan dövrdə 5 yazıb, düzdürmü? Yazsın 0-dan dövrdə 5. Nə oldu burada? 9-da 5 oldu. Nümunəyə baxaq, 0,48, 48. Bax, fikir verin. Burada hansı ədəd təkrarlanır? 48 təkrarlanır. Onda yazın 0, dövrdə 48. Bunu necə yazacaqsan? 99-da 48. Niyə? Çünki məxrəcdə 2 dənə ədəd yazılmalıdır. Səbəb odur ki, mötərizədə 2 ədəd var. Sonra bunları ixtisar da apara bilərsən. Məsələn, 3-ə ixtisar apar, burada qalsın 33, burada da qalsın 16. Bax, belə bir nümunə göstərə bilərsən. Qarışıq kəsirlərdə isə vəziyyət fərqlidir. Məsələn, necədir? 0,3 dövrdə 7 yazıb, düzdürmü? 0,3 dövrdə 7. Qarışıq dövr onluq kəsirlərdə yenə təkrarlananların sayı qədər 9, bir dənə ədəd təkrarlanır, bir dənə 9. Vergüllə dövr arasında bir dənə ədəd var, onun sayı qədər 0. Sonra vergüldən sonra bütöv ədəd 37-dir. Bütöv ədəddən, yəni 37-dən çıxırsan, o təkrarlanmayanı, yəni 3-ü. Qalır 90-da 34. O da ixtisar aparanda qalır 45-də 17. Məsələn, gəlin burada 0,2 dövrdə də 12 yazıb. Neçə rəqəm təkrarlanıb? 2 dənə rəqəm, 9-lar. 9-ları yazdıq. Sonra bu 2-nin sayı qədər 0 yazırıq. Bütün 212-dən
Çıxırıq təkrarlanmayanı, yəni 2-ni. Yerdə nə qalır? 210 böl 990. İxtisar aparanda 30-a, burada 7 qalır, burada da 33 qalır. Məsələn, tutaq ki, burada qaldı 0, 0, dövrdə 2. Gəlin buna baxaq. 0, 0, dövrdə 2. Burada bir dənə rəqəm təkrarlanır. İkisi təkrarlanmadığına görə 2 dənə 0 yazırıq. Bütün ədəd 0, 0, 0, 2, yəni 2 olduğuna görə o 2-dən çıxıb çöldəki 0 qalır 900-də 2, onu da ixtisar aparanda 450-də 1 olmuş olacaq.